uşaqlıq yolunun sallanması var idi. Çox özünü narahat hiss eləyirdi, istəyir qaçırtmalar, qəbizlik. O əlamətlər qalıb keçib. Şükürlər olsun, şükürlər olsun. Normalda əməliyyat, vaginoplastika dediyimiz əməliyyat 1 saat müddətində olan bir çox sağ əməliyyatdır və əməliyyatdan sonra xəstə elə 3 gündən sonra otura bilər. Nə qədərsə pəhri saxlamaq o qədər də ehtiyac yoxdur. Amma qızlarımız biraz qorxaq olurlar. Düşünürlər ki, otursaq açılar və s. Əslində yaxşı eləyirlər, biraz özlərini qoruyurlar. Amma oturan zaman tikişlərin sökülməsi, açılması deyilən bir şeylər yoxdur. Xəstəmiz qayət rahatdır, normaldır, razıdır, əsas odur razıdır. Əziz xanımlar, sizdə də belə narahatçılıqlar varsa, qorxmayın həkimlərinizdən. Yəni əməliyyatdan da qorxmayın. Qorxulu əməliyyatımız olmuşdu. Çox rahat oldu. Nəsə hiss elədin narahatçılıq? Şükür olsun Allaha. Yəni siz də bu sözləri deyəcəksiniz əməliyyatdan sonra, amma həkimlərinizin yanına gedin. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.